Ermənistan baş naziri: Azərbaycan prezidenti ilə müntəzəm təmaslarımız var. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bugünkü brifinqdə bildirib. Xüsusilə avqustun 8-də sülhün bərqərar olmasından sonra bu təmaslar müntəzəm xarakter daşıyır. Hələlik hər hansı konkret bəyanat verilməyib, bu isə o deməkdir ki, əvvəllər verilmiş bəyanatlar çərçivəsində işgüzar müzakirələr aparılır, Paşinyan qeyd edib. Qeyd edək ki, oktyabrın 13-də Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ prezidenti Donald Trump və Misir prezidenti Əbdülfəttah Əs-Sisinin dəvəti ilə Şarm Əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitində iştirak ediblər. Sammit çərçivəsində Azərbaycan və Ermənistan liderləri söhbətləşiblər. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.